Bugünkü qonağımız gözəl sintezator ifaçısı Zeynal İsayevdir. Zeynal müəllim, xoş gördük sizi. Hoş gününüz olsun, çox sağ olun. Zeynal müəllim, bizə məlumdur ki, siz bir çox bəstəkarlarımızın mahnılarınızı öz seyirkar intisatorunuzda yenidən işləmişsiniz. Bu proses haqqında bizə məlumat verərdiniz. Bilirsiniz, sintezator bizim musiqimizə yeni daxil olmuşdur. Ona görə də sintezatorda bizim həm xalq musiqimizi, həm xalq musiqisi janrında işləyən bəstəkarlarımızın musiqisini, eləcə də digər janrlarda işləyən bəstəkarların musiqilərin işləmək, aranjman edib, xalqa çatdırmaq çox vacibdir. Bu proses biraz çətin prosesdir. Bu prosesdə adətən mən öz qəlbimə yaxın olan musiqiləri seçirəm və çalışıram onları bir növ yüksək səviyyədə xalqa çatdırım. İndi necə alınırsa onu tamaşaçılar deyə bilər. Mən öz qəlbimə yaxın olan musiqiləri seçirəm. Zeynal müəllim, siz öz yaradıcılığınızda xalq mahnılarından, xalq üzümcülərinə daha çox üstünlük verirsiniz. Bu proses haqqında, bu mahnıları necə seçirsiniz ümumiyyətlə? Bilirsiniz, bayaqki sualda da biz qeyd elədik ki, sintezator bizim musiqimizə yeni daxil olub. Bilirsiniz, bizim xalqımızın sintezator haqqında tam məlumatı yoxdur. Mən istəyərdim əvvəlcə sintezator haqqında biraz məlumat verim, sonra keçək o sualın cavabına. Sintezator deyilən sistem bu kompüter sistemidir. Neçə illər bundan qabaq mən ali məktəbdə oxuyurdum, 1977-ci, 78-ci illərdə. O dövrdə bizim müəllimlərimiz bizə deyərdilər ki, gələcəkdə elə elektron rəqəm hesablama maşınları olacaq ki, onlar şahmat oynayacaq, musiqi ifa eləyəcək və s. Onda biz təəccüblənirdik, deyirdik, görəsən necə olacaq ki, elektron hesablama maşını musiqi ifa eləyəcək. İndi həmən dövr gəlib çatıb. Bu sintezator musiqi təyinatlı rəqəm hesablama maşınıdır, kompüter sistemidir. Ona görə də bu sintezatora alət kimi baxmaq olmaz. Çoxsu elə bilir ki, hələ bu alətdir və bizə yad olan alətdir. Xeyr, bu nə alət deyil, nə də bizə heç yad olan alət deyil. Bu kompüter sistemidir. Bu insan zəkasının son nailiyyətlərindən biridir.
Görürsünüz ki, sintezatorda bir nəfər böyük bir orkestri əvəz eləyə bilir. Bu çox böyük xüsusiyyətdir. Ona görə də deyəndə ki, sintezator bizim musiqimizə yaddır, bunda nə bilim muğam çalmaq olmaz, bunda nə bilim xalq mahnılarımızı çalmaq olmaz. Bu tamamilə boş və əsassız bir fikirdir. Çünki hər bir fikri deyəndə onun arxasında nəsə bir əsas olmalıdır. Niyə görə bütün dünya kompüter sistemindən istifadə eləsin, biz elə gən də deyək ki, yox, olmaz, bizə bu istifadə eləyə bilməli, oturaq yenə biz kimizə gözləyək ki, nə vaxt olmaz, gərək biz də bütün dünya ilə ayaqlaşaq. Dünyanın bir hissəsiyik, biz də dünyadan ayrı qala bilməliyik. Bu da məsələnin ikinci tərəfi. Üçüncü tərəfdən qeyd eləmək lazımdır ki, biz sintezatoru təbliğ eləməkdə bizim əsas məqsədimiz o deyil ki, sintezatoru bütün bizim öz xalq alətlərindən üstün hesab eləyək. Yox. Şübhəsiz ki, sintezator təbii alətlərin yerini verə bilməz. Çünki bu elektron hesablama maşınıdır, kompüterdir, robotdur. Əlbəttə ki, bizim tarımız, kamançamız, gözəl balabanımız, digər alətlərimiz var. Onları gənclər gərək birinci növbədə onları öyrənsinlər, ondan sonra sintezatordan istifadə eləsinlər. Bu sintezatorda bizim xalq mahnılarımızın, xalq musiqisinin çalınması məsələsi. Bu çox vacib məsələdir. Çünki mən özüm sintezatorla məşğulam, mənə gənclər çox müraciət edir. Sintezatora çox böyük axım var. İndi bu böyük axını yönəltmək lazımdır bizim musiqimiz istiqamətinə. Çünki adətən sintezatorda ifa olunur caz musiqisi, estrada musiqisi, klassik musiqi, digər janrlar. Bunlar hamısı əladır, bunlar hamısı bizə lazımdır, biz bunların hamısını mütləq çalmalıyıq. Lakin bunlarla yanaşı biz öz xalq musiqimizi də mütləq çalmalıyıq.
yaradıcılığımda xalq musiqisi əsas yeri ona görə tutur ki, mən xalq musiqisinə ta ilk vaxtlardan, yəni musiqi ilə məşğul olduğum ilk vaxtlardan, uşaqlıq dövrümdən, gənclik dövrümdən başlayaraq məşğul olmuşam. Mən xalq çalğı alətləri ansambllarında vaxtı ikən çalışmışam. O dövrdə mərhum bəstəkarımız Ələkbər Tağıyevin təşkil elədiyi Arzu ansamblı vardı. Orada bir müddət çalışmışam. Ondan sonra mərhum sənətkarımız Baba Salahovun idarəsi ilə xalq çalğı alətləri ansamblında bir müddət işləmişəm. Neçənci illər təsadüf edir? Baba müəllim rəhmətliyin ansamblında 80-cı illərdə olub. Rəhmətli Ələkbər Tağıyevin ansamblında 79-78-ci illərdə olub. O dövrdə mən ali məktəbdə oxuyurdum, mənim dərslərimlə bəzən məşqlər düz gəlmirdi, konsertlər. Ona görə mən o ansamblları tərk eləmək məcburiyyətində qalmışam. Uzun müddət mən Azərbaycanın ən böyük sənətkarları ilə işləmişəm. Mənə böyük səadət nəsib olub ki, mən mərhum Rübabə Muradovanı müşahidə eləmişəm. Mərhum sənətkarımız Şövkət xanım Ələkbərovanı müşahidə eləmişəm. Qulu Əsgərovu müşahidə eləmişəm və digər böyük Arif Babayevi müşahidə eləmişəm. Qarmon aləti çalmışam o dövrdə. Sonradan sintezatora. Bu necə oldu ki, qarmon sintezatorla əvəz olundu? Bu məsələ biraz necə deyim, çətin məsələdir buna cavab vermək. Daha doğrusu mənim bir əlimə sintezator keçmişdi, kiçik sintezator. Mən onunla məşğul olandan sonra gördüm ki, çox maraqlı bir sistemdir. Ondan sonra biraz da təkmilləşmiş variantını aldım. Belə-belə artıq həvəs oyandı, həm də gördüm ki, bunun imkanları nə dərəcədədir. Ondan sonra artıq qərara gəldim ki, sintezatorda ifa eləmək lazımdır bizim xalq musiqimizdə. Çünki sintezatorda imkanlar çoxdur. Mən hələ heç onların imkanlarının 1%-dən istifadə edə bilmirəm. O qədər orada böyük imkanlar var. Bizim məşhur sintezator ustalarımız var. Hal-hazırda Siyavuş Kərimi çox böyük işlər görür. Ümumiyyətlə, Azərbaycanda sintezatorun Azərbaycana gəlməyi, nəinki sintezatorun bütün elektron musiqi alətlərinin Azərbaycana gəlməyi Rafiq Babayev, mərhum sənətkarımız, böyük sənətkarımız Rafiq Babayevin adı ilə bağlıdır. Çox sağ olun bu gözəl söhbətə görə. Çünki elə bilirəm ki, bugünkü söhbətimiz bizim çox tamaşaçılarımızın bilmədiyi bir sahə haqqında oldu. Bir də ki, Zeynal müəllim, qarşıdan yeni il gəlir. Bizim görüşümüz də yeni il ərəfəsindədir.
siz öz tamaşaçılarınıza, dinləyicilərinizə arzunuz? Mən bütün tamaşaçıların, dinləyicilərimizin hamısının yeni ilin təbrik edirəm ürəkdən. Onlara yeni ildə böyük müvəffəqiyyətlər, can sağlığı arzu edirəm. Və arzu edirəm ki, yeni ildə bizim üçün ümumi bəla olan Qarabağ məsələsi də həll olunsun. Və eyni zamanda Sara kollektivin yeni il münasibəti ilə təbrik edirəm. Bilirsiniz, Sara radio televiziyası mənim qəlbimə çox yaxındır. Çünki mənim ilk lent yazlarım məhz Sara radiosu ilə buraxılıb. Ona görə də Sara radio televiziyasına mən çox minnətdarlığımı bildirirəm və qəlbən daha yaxınam. Sizin hamınızın yeni ilini təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Yeni ildə də mən güman edirəm ki, Sara radio və televiziyası bir nömrəli kanal səviyyəsinə layiq görüləcək. Bir verilişimizin də sonuna gəldik. Mən sizdən ayrılıram və sağ olun. Do 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 do.